Sən burada özün üçün yaşayırsan, dolanırsan, ancaq arxanda haqqında qeybətlər gedir. Bəh-bəh, gəl baxaq görək, nə qeybətlər gedir haqqında. Kimdir ən çox sənin haqqında qeybət eləyən? Gəl buna baxaq. Birinci ona baxaq ki, bu videonu izləyənlər kimdir? Özünü tanısınlar. Bu videonu izləyənlər kimlərdir? Hazırda hansı enerjidədir bu videonu izləyən insan? Gəl ona baxaq. Bu videonu izləyənlər kimlərdir? Bu videonu izləyən, daima aktivsən, daima yoldasan, daima belə deyim də öz qərarların var. Sərt xarakterli bir insansan, amma bir o qədər də belə deyim də burada üç ünsürün birləşməyi var. Hava ünsürüdür, nə bilim, həm sosial insansan, həm öz qərarların var, həm öz belə deyim də qanunların, qaydaların var, həm də torpaq ünsürsən. Yəni öz işinə, öz gücünə, öz qazancına önəm verən, öz həyat stabiliyinə önəm verən bir insan var burada. Gələcəyə doğru bir planlar qurmusan, hətta belə deyim də, bu dəqiqə yeni bir başlanğıc eləmək istəyirsən, yeni bir plan qurmusan, bu işlə əlaqədar ola bilər, bu yolla əlaqədar ola bilər, yeni həyata bir plan qurmusan, yeni həyat başlanğıcı üçün bir plan qurmusan, arzunu reallaşdırmağa doğru addım atan bir insan görürəm burada. Burada 4 ünsür də birləşibdir, hava, od, su, torpaq və hər biri baxa bilər bürc olaraq. Belə deyim, hazırda hansı enerjidədir? Bunu izləyən insan hazırda hansı enerjidədir? Belə deyim də, qəlbi qırıq bir insansan. Zaten bu dəqiqə deyəcəksən ki, hamının qəlbi qırıqdır bir tərəfdən, bəli, elədir. Amma bu insan bilirsən necədir? Kiçik bir söhbətləri, məsələn, kənardan nə qədər sərt görünsə də, ani bir söhbəti, hər adamdan zaten belə deyim də, hər adamın sözünü götürən biri deyil, yəni necə götürən, sözünə fikir verən bir insan deyil. Sənin fikir verdiyin insanlar, sözünə önəm verdiyi insanlar, ancaq özünə yaxın bildiyin və doğma bildiyin bir insanlardır. Yəni ətraf mühit, cəmiyyət səni önəmləndirmir. Amma bir insandan, kimdənsə belə deyim də, incimisən, inciklik yaşayırsan, amma o insandan belə deyim də, ola bilsin ki, münasibəti davam edirsə, amma qəlbən bir inciliyin var, bir narahatçılığın var. Amma belə deyim də, əgər inciliyin varsa da, kimdənsə incimsənsə də, küsmüsənsə də, tez bir vaxtda həmin insandan addım olacaq və qəlbini geri alacaq o insan ədalətli bir şəkildə. Belə deyək, sənə narahat olma, yəni bu sıxıntı da keçəcək. Gəl baxaq, hazırda haqqında kim danışır? Ən çox, zaten hamının haqqında çox adamlar danışa bilər, bu normal bir şeydir, amma ən çox kim danışır? Bax, ən çox sənin haqqında qeybət yayan kimdir? Konkret bir insanı deyək, ən çox sənin haqqında danışan və qeybət yayan kimdir? Əlaqəni kəsdiyin bir insandır. Ola bilsin o insanla bütün əlaqəvi kəsmirsən. Bəzilərinizdə belə deyim də maddiyyatla əlaqədar yolunuz olubdur. Yəni ola bilsin ki, bu sənin keçmiş işindən ola bilər. Bəzilərinizin partnyoru ola bilər. Keçmiş partnyorunuz, işbirliyi etdiyiniz bir insan. Yəni çoxdan da əlaqəni kəsmirsən. Sən heç o adamın yadına da salmırsan da, belə deyim. Bitiribdir, yəni bitmiş bir insandır və o insan. Amma o insan səndən elə bil ki, incik qalıbdır deyim. O insan səndən belə deyim də qəlbi qırıq qalıbdır. Hər nədirsə ədalətli bir şəkildə uzaqlaşmısan zaten. Amma yəni sən də ondan elə belə uzaqlaşmamısan, ortada anlaşılmazlıq olub, haqsızlıq eləyib və hər nədirsə uzaqlaşdığın bir insandır və konkret olaraq bəzilərimizdə konkret olaraq əngəllədiyim bir insandır. Belə deyim. Kimdir də bu? Gəl baxaq, kimdir? Kimlərdir bu? Daha çox, belə deyim, burada yenə deyirəm, yəni bu videonu hər iki cins izləyir, qadın da izləyə bilər, kişi də izləyə bilər, ona görə hər iki cinsdən var. Bu bəzilərinizdə ailədən bir qadın ola bilər, bəzilərinizdə yəni ailə kimi münasibət olduğunuz bir qadın, hətta belə deyim, yaxınlığınız olduğu bir qadın olubdur, dostluq etdiyiniz bir qadın olubdur. Bunu izləyənlər kişi də ola bilər, qadın da. Yəni belə deyim də, bu insanla doğma bir münasibətiniz olub da, yaxın rəfiqəm ola bilər, yaxında hər nədirsə, belə biri də ola bilər. Kişi də var burada, yəni mən sənə deyim, konkret bir şey çıxmır, o konkret üçün zaten şəxsi baxımda bilinir, amma yəni əvvəlki kartlar kimi bu insanla yolunu ayırdığın bir insandır. Yəni gəl baxaq, sən özün biləcəksən kimdir konkret, burada yazacaqsınız filan kəsimdir, fəsməkənimdir, okey, gəl baxaq. Yazın burada görüm kimdir. Videonun sonuna qədər izləyin, görək hələ kimlərdir. Yaza bilirsinizsə. Kənardan baxanlar görməsinlər deyə bəzən yazmırsınız. Yaxşı eləyirsiniz. Sözdən, söhbətdən uzaq durun, öz həyatınızı yaşayın. Gəl baxaq, nə danışır haqqında? Həmin insan haqqında nə danışır? Həmin insan ümumiyyətlə haqqında nə danışır? Nə danışır?
Bu insan belə deyim də, bəziləriniz sənin gizli bir məlumatlar bu başqası ilə paylaşır. Hansı ki, onunla bölüşdüyün bir sirrin mi olubdu, gizli qalmaq istədiyin bir şey mi olubdu, amma üstünə də 15-ni qoyur da, həqiqətə uyğun olmayan söhbətlər olur. Bunu 2-3 nəfər arasında belə danışır. Amma danışır, həm də qorxur ki, birdən sənə çatar. Sən geri qaydarsan, o yəni cavabını verərsən polnu şəkildə. Çünki onun sənin onda bir sirrin varsa, onun səndə 1000 dənə sirri var. Ona görə qorxa-qorxa gizlin söhbətlər yayır sənin arxanca, səni gözdən salmağa çalışır. Gəl baxaq nə danışır da, nə danışır, haqqında nə danışır, nə danışır. Bilirsən buna nə maraqlıdır? Sənin belə deyim də, bir zamanlar tutaq ki, hansısa bir çətinlikdə, sıxıntıda olmusan. Məsələn, tutaq ki, bir zamanlar imkansız vaxtın olubdur. Tutaq ki də oradan xatırlayan biridir. Deyir ki, bu necə belə yüksəlibdir? Bu normal bir şey deyil. Ya bunun arxasında kimsə var, ya bunun arxasında hansısa bir güc var. Belə danışır. Bəziləri vəbşə deyir ki, o cadugərdir. Yəni, nə bilim, belə bir şeylərlə məşğuldur falan filan. Belə dedikodular yayır. Reallığa uyğun var, hardasa 5% var, hansı ki, çünki bəli, sənin arxanda elə bir qüvvələr durur ki, yəni sən özün kainatla, Allahla bilavasitə əlaqədar olan bir insansan burada, belə deyim. Və buna təəccüblənir ki, bu necə oldu ki, bax, bu şeydən bu şeyə çıxa bildi. Mən qalmışam burada, bu vəziyyətdə, amma bu sıxıntıdan çıxa bildi. Maddi cəhətdən onu kimsə kömək eləyir, ona daimi olaraq kimsə dəstək olur, özü də bir nəfər deyil, bir nəfərdir, bir neçə nəfəri fırladır. Yəni, ağzına gələn danışır da, mən sənə bir şey deyim, yəni, halal yolla deyil bunun, nə bilim, qazancı, bunun yüksəlişi, hardasa burada qara işləri var, belə bir şey danışır. Gəl baxaq, bəs ona inanırlarmı? Ona inanırlarmı onun danışdıqlarına? Belə deyim də, o 3 nəfər zat özünün rəzil bir kruqu var. O inanır, amma həqiqətən bilən insanlar inanmırlar. Yəni, belə deyim, onun çünki boş cəfəngiyyət danışdığını düşünürlər və onun əslində səni gözdən salmaq istədiyini düşünürlər. Amma, yəni, inananlar ilə öz kurğudur, amma sənə qarşı hörməti, yəni, amma bəzən, bilirsən necə olur, bu səni gözdən salmaq üçün bir neçə söz deyir. Bəzilərində sənə rəğbət oyanır. Daha da, yəni, əksinə sənə hörmət eləməyə başlayırlar ki, halaldır. Səndən maraqlanırlar ki, görəsən doğrudan da belə bir insandırmı? Yəni, tutaq ki, belə bir paslovitsa, belə bir söz var, sənin haqqında çox bir şeylər danışırlar, ona görə səni tanımaq istədim. Yəni, rəğbət oyanır o insanlarda. Əksinə, yəni, səni gözdən salmaq istədikcə səni daha da yüksəldir. Gəl baxaq. O insan bəs bu dedikodusundan əl çəkəcəkmi, vəbşə, ümumiyyətlə əl çəkəcəkmi? Onsuz da get-gedə sönə-sönə gedir. Zaten bir şey bacarmır. Kainat deyir ki, boş ver, yəni onun dedikodusunu falan boş ver. Qoy özü üçün gəzdirsin sözlər, sənin üçün fanat ordusu yaradır da, boş ver. Yəni ən güclü fanatında elə onun özüdür. Bəs o bu, belə deyim də, sənə elədiyi haqsızlığa görə, dedikodusuna görə ümumiyyətlə cəzasını çəkəcəkmi? Cəzalanacaqmı o? Zaten o cəzanın içindədir. Bu həyatı qarışıqdır, nəyi hara qoyacağını bilmir. Belə deyim də, maddiyyatla əlaqədar sıxıntısı var, münasibətlə əlaqədar sıxıntısı var. Özü gözdən düşmüş rəzil bir vəziyyətdədir. Ona görə, yəni yalandan, belə deyim də, yalan bir həyat, yalan dolan bir həyat yaşayır. Ona görə boş ver. Belə həyatı da davam edəcək onun. Sən yüksəldikcə o enəcək, düşəcək aşağı. Aldım, qəbul edilməyəsə ətraflı baxım üçünsə profilindəki nömrə ilə əlaqə saxla.